Psixoloji müdafiə nə deməkdir? Psixoloji müdafiə insanın gərgin emosional durumunun, narahatlığının, qorxu, günahkarlıq və yaxud da aşırı qəzəb hissinin yarandığı zamanda insanın psixikasını, insanın ruhsal vəziyyətini qoruması üçün şuursuz olaraq göstərdiyi fəaliyyət və ya reaksiyalardır. Burada əsasən mühüm olan məqsəd insanın emosional tarazlığının qorunmasıdır. İnsan yıxılmaması üçün, insanın dağılmaması üçün, insanın psixoloji olaraq vəziyyətinin həddən artıq narahat edici bir həddə gəlib çatmaması üçün, dönəmə çatmaması üçün təbii ki, insan psixikası, insan psixologiyası belə bir reaksiyanı, belə bir təpkini göstərir. Psixoloji müdafiə mexanizmi hər bir insana məxsus olan bir məsələdir. Hər bir insanda bəzən aşırı həddə, bəzən də aşağı həddə psixoloji müdafiə mexanizmləri mövcud olur. Və psixoloji müdafiə öz-özlüyündə pis olan bir şey deyil. Hər birimizin həyatında, yaşamasında, həyatının davam eləməsində ona lazım olan məsələlərdən biri hesab olunur. Nə zaman psixoloji müdafiə insan üçün problemə çevrilə bilər? O zaman ki, bu həddini aşarsa, reallıqla uyğunlaşmazsa, reallıqdan qaçmağa çevriləndə, insan həyatını daraldanda bu istifadə etdiyimiz müdafiə mexanizmləri ki, mən indi onlar haqqında danışacağam. Əgər bu həddə olarsa, o zaman psixoloji müdafiə insan həyatı üçün bir problemə, bir narahatlığa çevrilə bilər. Ümumiyyətlə, hər bir məsələ bu cürdür. İnsanın özünü istər fiziksel olaraq, istər ruhsal və psixoloji olaraq müdafiə etməsində, qorunmasında və ya ehtiyaclarının təmin olunmasında aşırı həddə hər bir şeydən istifadə olunması təbii ki, həm insanın bioloji, fiziki, cismani tərəfinə zərər vura bilər, həm də insanın mənəvi və psixoloji tərəfinə zərər və ziyan vura bilər. Psixoloji müdafiə əslində bizim düşmənimiz deyil. Psixoloji müdafiə bizi qorumaq üçün, bizim beynimizin icra etdiyi bir funksiyadır. Bizim psixikamızın icra etdiyi bir funksiyadır. Və onun bir müddəti var, bir zamanı var. Lazım olan zamanda, lazım olan müddətdə, doğru anda bu funksiya işə düşərsə, insan üçün müsbət təsirlər olur. Amma lazım olmayan zamanlarda, doğru olmayan anlarda bu müdafiə mexanizmlərinin işə düşməsi insan həyatı üçün narahatlıq yarada bilir. Yəni, zamanı bitən zaman artıq bu müdafiə modundan insan çıxmalıdır. Çıxılmayan təqdirdə təbii ki, bu insan üçün problemə və narahatlığa çevrilə bilir.